Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər sakinlərinin müraciətlərinin yerində öyrənilməsi, onların narahat edən məsələlərin operativ şəkildə araşdırılması və vətəndaşlarla birbaşa ünsiyyətin təmin olunması məqsədi ilə növbəti səyyar qəbul keçirib. Növbəti səyyar qəbul şəhərin 2-ci mikrorayon ərazisində təşkil olunub. Görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyatı idarə müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də müxtəlif məsələlərlə bağlı müraciət etmək istəyən şəhər sakinləri iştirak edib. Səyyar qəbul zamanı sakinlərin müraciətləri dinlənilib. Onların qarşılaşdıqları problemlər və təklifləri ətraflı şəkildə öyrənilib. Vətəndaşlar əsasən şəhər təsərrüfatı, kommunal xidmətlər, abadlıq və quruculuq işləri, sosial təminat, məşğulluq, ərazidə infrastrukturun vəziyyəti və digər sosial xarakterli məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Görüş zamanı sakinlər onların narahat edən məsələləri birbaşa şəhər rəhbərinə çatdırmaq imkanı əldə edib, qaldırılan problemlərin həlli ilə bağlı aidiyyatı qurumların nümayəndələri ilə fikir mübadiləsi aparılıb. Müraciətlərin hər birinin diqqətlə araşdırılması və mümkün qədər qısa müddətdə nəticələndirilməsi məqsədi ilə müvafiq tapşırıqlar verilib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müraciətlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlar verərək vətəndaşların problemlərinə həssas və məsuliyyətli yanaşılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, həlli yerində və qısa müddətdə mümkün olan məsələlər operativ şəkildə aradan qaldırılmalı. Əlavə araşdırma tələb edən müraciətlər isə aidiyyatı üzrə öyrənilməli və nəticəsi barədə vətəndaşlara məlumat verilməlidir. Eyni zamanda digər dövlət qurumlarının səlahiyyətinə aid olan məsələlərlə bağlı müraciətlərin qanunvericiliyin tələbinə uyğun şəkildə müvafiq qurumlara yönləndirilməsi və onların icrasının diqqətdə saxlanılması tapşırılıb. Şəhər rəhbəri sakinlərin müraciətlərinə formal yanaşılmamasını, hər bir məsələnin mahiyyətinin araşdırılaraq vətəndaşların məlumatlandırılmasını xüsusi olaraq diqqətə çatdırıb. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.